Salam uşaqlar, bugün sizinlə OTK-nın keçirdiyi blok sınaq imtahanına baxırıq. İnşallah ki, kanalda yenə çalışdığım qədər ilə bloka aid sınaq izahları paylaşacağım. Gəlin vaxt keçmədən keçək sınağın izahına. Birinci sual bizdən nə soruşur? Deyir ki, x bərabər 2 ədədi çoxhədlisinin kökü olarsa, bu çoxhədlini vuruqlara ayırır. Əgər bunun köküdürsə, həmin çoxhədlini ödəməlidir. Yəni, harada x varsa, yerinə 2 yazıram. Onda x kubu, yəni 2-nin kubu eləyəcək 8m çıxılsın 16 bərabərdir 0-a, yəni köküdür. Onda olacaq 8m bərabərdir 16-ya, m də bərabərdir 2-yə. Deməli, harada m varsa yerinə 2 yazmalıyım. Olacaq 2x kubu çıxılsın 16. Buradan da 2-ni mötərizə xaricdən çıxardıram. Qalacaq x kubu çıxılsın 8. Bu da bərabər olacaq 2 vurulsun. 8 əslində burada biz nə yaza bilərik? 2-nin kubu şəklində də. Yəni olacaq a kubu çıxılsın b kubu. Açılışın yazsaq olacaq x minus 2. Bir də olacaq x kvadratı. Üstə gəlsin birinci olaraq ikinci, yəni 2x. Bir də üstə gəlsin ikincinin kvadratı. 2-də kvadrat eləyir 4. Bu da hansı variantdadır? B variantında. Keçək ikinci suala. Görək bizdən nə istəyir? Buranı təmizləyək. Deyir, B-nin həndəsi silsiləsində B1, B2 verilib. Bizdən S16 böl S8-i nisbətini tapın. Onda biz əsas düsturu yazsaq, yəni S-nin düsturunu yazsaq, olacaq n bərabərdir. B1 vurulsun, Q üstü n minus 1, bir də Q minus 1 şəklində olacaq. İlk n həddinin cəmi. İndi biz burada Q-nü də tapmalıyıq. Q nəyə bərabərdir? Olacaq B1 ilə B2 verilib. Olacaq B2 bölünsün B1-ə. Bu da bərabər də olacaq 4 bölünsün 2 bərabərdir 2. Deməli, mənim silsilə vuruğum nə oldu? 2 olmuş oldu. Onda düsturda yerinə yazsaq S16-nı. Onda olacaq B1 vurulsun Q üstü 16 çıxılsın 1. Bir də aşağıda olacaq. Q-müz də 2 də 2 çıxılsın 1-ə. Böləndə tərsinə vurmalıyım da. Bir də olacaq B1 vurulsun Q üstü 8 minus 1. Burada da olacaq yəni 2 minus 1 şəklində. Yəni S8-ə böləndə tərsinə vurmalıyım. Buradan da 2 minus 1-lər, yəni ixtisar gedəcək məxrəclər. B1-lər yenə ixtisar gedir. Q üstü 16-nı yazaram. Q üstü 8 minus 1. Bir də Q üstü 8 plus 1 şəklində. Yenə Q kvadratı minus 1 edir də. A kvadrat minus B kvadrat. Yəni A plus B, A minus B kimi açdım. Məxrəcdə var Q üstü 8 minus 1. Buradan yenidən ixtisar gedəcək. Q üstü 8 minus 1. Qalacaq yekunda nə? Q üstü 8 plus 1. İndi Q-müz də tanımışdıqda 2 idi. 2-nin üstü 8 eləcək 256. Üstünə də 1 gələcək. Eləcək 257. Yəni doğru cavab burada da olacaq. Y variantı. Yaxşı sual idi. Keçək üçüncü sualımıza. Deməli, bizdə tənliklər sistemində deyir x kubu plus y kubu cəmini tapın. Deməli, biz x kubu yazıram buradan. Plus y kubunu necə yaza bilərik? Açılışını yazsaq elə. Olacaq x plus y. Bir də olacaq x kvadratı çıxılsın x y. Üstə gəlsin y kvadrat. İndi buradan isə bərabərdir yazıram. X plus y saxlayıram. Çünki hazır şəkildə bizə qiymət verilib. İkinci tərəf isə x plus y-in kvadratı. Bir də burada çıx nə yaranmalıdır? Minus x y. İndi burada plus 2x y olduğu üçün yazıram çıx 3x y2. Yəni 2x y-dən 3x y çıxanda mənfi x y qalsın da. Bu şəkildə yazıram. Buradan dedim qiymətləri yerinə yazsam x plus y 5 idi. Olacaq 5 vurulsun. 5-in kvadratı 25. Çıxılsın 3x y. Yəni 3 vurulsun 1. O da 3 eləyir. Bu da bərabər olacaq 5 vurulsun. 23-dən 5 çıxanda qalacaq 22. 22-ni də 5-ə vursam eləyəcək 110. Yəni doğru cavab olacaq. Burada da Y variantı. Keçək 4-cü sualımıza. Buranı təmizləyirəm. 4-cü sual deyir limiti hesablayın. Deməli, burada belə desək, əslində burada sualın cavabı şifahidir 4-də, yəni 0-dır. Niyə? Çünki biz demişdik ki, həmişə yuxarıdakı qüvvət daha böyük olarsa aşağıdakı, daha kiçik olarsa aşağıdakından, onda birbaşa həmin limitin qiyməti 0-a bərabər. Çünki burada yuxarıda hər tərəf x üstü 6-dır bu, yoxsa 5-dir. Olsun 5 lap. X üstü 5-ə bölsək, bu olacaq x kubu bölünsün x üstü 5. Yəni burada yekunda nə qalır? 3 bölünsün x kvadratı. Sonra 7x-i x üstü 5-ə bölsək olacaq 7 bölünsün x üstü 4. Yəni burada hər biri nəyə gedir? Yəni sürətin hər biri 0-a yaxınlaşır. Yəni 0 olur. 0 da istənilən ədədə böləndə nə olacaq? Yekun cavabımız 0 olacaq. Ona görə sürətin qüvvəti məxrəcdən kiçik olduqda hər zaman 0-a bərabər olur. Yəni çünki sürət 0 olur dediyimiz kimi.
Sonra 5-ci sual deyir, bərabərsizlik sistemi ödəyən ədədlər sayını tapın. Deməli, yuxarıdakı ifadə biz bilirik ki, nəyin açılışdır? X minus 2-nin kvadratı. Yəni, olacaq X minus 2-nin kvadratın açılışı. Böyük olacaq nədən? Sıfırdan. Deyək ki, burada kvadratı varsa, istənilən ədədin kvadratı mötərizənin içində istər mənfi olsun, istər müsbət olsun. Həmişə müsbət eləyir, yəni sıfırdan böyük. Bir dənə burada X nəyi almayacaq? Sıfıra bərabər olmadığı üçün X fərqli olmalıdır 2-dən. Çünki 2 qiyməti verəndə burada artıq sıfıra çevrilir və sıfırı almır. Ona görə də 2 almayacaq. Digər tərəfdən x kvadratı çıxılsın 9. Elə bunun birbaşa açılışını yazıram. Yəni x minus 3, bir də x plus 3. Təbii ki, bilənlər bilir. Sıfırdan kiçiksə mənfi 3, 3 aralığı olacaq. Amma yenə də yazıram. İntervallarda göstərəcəm sizə. Mənfi 3, 3. Yəni, çünki ola bilər bəzən şarjlar daha sürətli gedir. Birbaşa köklərini götürür. 3-dən böyük qiymət verəndə müsbət, mənfi, müsbət. Gördüyünüz kimi yenə və özləri də daxil deyil. Yenə olacaq cavab nə? Mənfi 3, 3 aralığı və heç bir də daxil deyil. İndi mən hansı qiymətləri götürüm? Bir də burada 2 daxil deyil idi. Buradan bir dənə də 2 götürək elə və 2-nin özü də daxil deyil. İndi burada hansı qiymətlər daxil olacaq? Mənfi 3, 3 aralığına. Mənfi 2, mənfi 1, 0, 1, bir də 2-dir. Təbii ki, dedim ki, 2-nin də özü götürülməyəcək. Neçə dənə qiymət oldu? 1, 2, 3, 4 dənə. Yəni, doğru cavab burada olacaq nə? A variantı. 6-cı sual deyir, kompleks ədədin qoşması olarsa A vurulsun, B hasilini tapın. Qoşma nə idi? Xəyali ədəddəki əmsallar cəmi sıfıra bərabər olurdu. Onda bilməyənlər üçün biz ilk öncə belə bir şey yazım. A plus B-i qoşması isə olacaq. Z üstü xət kimi yazılır. A çıxılsın B-i şəklində. Yəni, bax, bu iki kompleks ədədlər nədir? Qoşmadır. İndi biz öz misalımıza tətbiq eləsək, onda sərbəst ədəd, yəni həqiqi hissə olacaq. Birincidə A plus 7 bərabər olacaq. İkincidə nədir? 3-ə bərabərdir. Bərabər eləyirəm 3-ə. Buradan da A bərabər olacaq nəyə? Mənfi 4-ə. İndi isə xəyali hissələr götürürəm. 2B plus 3 bərabər eləyəcəm nəyə? Müsbət 4-ə yox, artıq mənfisini götürməliyim. Mənfi 4-ə. Buradan da olacaq 2B bərabərdir mənfi 7-yə. Buradan da B bərabər olacaq nəyə? Mənfi 3,5. Bizdən də hasilini soruşur. Olacaq mənfi 4 vurulsun mənfi 3,5. Burada neçə eləyir? Mənfilər gedir. Müsbət 12, 14. Yəni doğru cavab burada olacaq nəyə? Y variantı. Keçək 7-ci suala. Deyəsən həndəsiyə aiddir. Deyəsən yox, bəli. Buranı təmizlədik. Deməli bizdən nə soruşur? Deyir, ABCD-yi düzgün 6 bucaqlısının kiçik diaqonalı verilib. 4 bucaqlının sayəsini soruşur. Yaxşı, buradan bir dənə 6 bucaqlı çəkək. Müthiş bir 6 bucaqlı oldu. Görək çəkə biləcəyikmi? Oldu. Bir 6 bucaqlı. Bunda biraz balacaladaq. Ehtiyac yoxdur. Deməli, kiçik diaqonal. Kiçik diaqonal hansı olacaq? Bu olacaq. Təbii ki, yaddan çıxdı. Gəlin adlandıraq. Elə bura olsun. A, B, C, D, Y, F. Kiçik diaqonal. Bura olacaq nə? 4 kök altı 3. Biz təbii ki, bilirik ki, düsturu var idi. D bərabər idi. A kökdə 3. Yəni, tərəflə əlaqəsi kiçik diaqonal. D kiçik yazır. Bu da bərabər nəyə? 4 kökdə 3. Hər tərəfdən kökdə 3-lər ixtisar getsə, deməli, tərəf nəyə bərabər olacaq? 4-ə. Həmin 6 bucaqlının tərəfi oldu nə? 4. Hər tərəfi 4. Onda ABD-yi buranı da birləşdirəm. 4 bucaqlısı. Bir tərəfi olur 4 kökdə 3. Bir tərəfdə olur 4. Onda S bərabər olacaq. 4 vurulsun. 4 kökdə 3. Bu da bərabər eləyəcək 16 kök altda 3-ə. Yəni, bu hissənin sahəsi. Doğru cavab olacaq. Burada da D variantı. Keçək 8-ci suala. Buranı silirəm. Yəqin ki, biz bu düsturu bilirdik də. Elə burada qeyd edeyim. Böyük diaqonal nəyə bərabər idi? D kiçik A kökdə 3-ə bərabər idi. D böyük də bərabərdir 2A-ya. Yəni, tərəfin 2 mislini. Elə təkrar etmiş olduq. 8-ci sual. Deyir, paralel A və B düz xətlər arasında məsafə verilib. Onlar uyğun olaraq M və N nöqtələrindən keçən C düz xətti isə alfa, daha doğrusu A ilə 30 dərəcəli bucaq əmələ gətirir. M-nin B düz xətti üzərindəki proyeksiyasını tapın. Yaxşı, onda biz 2 dənə buradan düz xətt çəkək. Bu A düz xətti olsun. Bir dənə də B düz xətti çəkək və bunlar arasındakı məsafə deyir 3 kök altda 3-dür. Yəni, ən yaxın məsafədən söhbət gedir də perpendikulyar çəkməliyik. Bura yazıram 3 kök altında 3. İndi deyir M-in. Bu nöqtələrdən keçən M-in. Bura bir M yazıram.
Buraya da bir n yazıram. N nöqtəsi olsun. 30 dərəcəli bucaq altında kəsir. Onda bura düz bucaqlı üst bucaq olur. Yəni burada olacaq 60 dərəcə. İndi bizdən proyeksiyasını soruşur. EM-nin proyeksiyası nə olacaq uşaqlar? Baxın, bax bu EM-nin proyeksiyası elə altındakı hissə olacaq da. Bax bu katet olacaq, kiçik katet. Onda bu kateti biz tapanda nə edəcəyik? Təbii ki, şifayədir. 60 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısının kökaltı 3 mislinə bərabərdir. İndi bura 30 dərəcəli bucaq qarşısındakı katet də hipotenuzun yarısı. Deməli hipotenuz olub neçə? 6 kökdə 3 olub ki, onun yarısı olub 3 kökaltı 3. İndi bunun yarısında kökaltı 3 misli. Yəni olacaq 3 kök altında 3. Bir də vurulsun kök altında 3-ə. Bu da bərabər olacaq 3 vurulsun 3. Yəni eləyəcək 9. Doğru cavab olacaq D variantı. Və yaxud da bucaqla da tapa bilərsiniz. Uşaqlar burada heç bir fərqi yoxdur. Sadəcə sürətli olmaq baxımından biz belə hesablayırıq artıq. Yəni orada oturub sinus 60 dərəcədə bərabərdir. Həm qarşıdakı katet bölünsün hipotenuz. Artıq bunlar belə desək keçmişdə qalıb. Sürətlə işləmək lazımdır. Yəni istər 11-də oxuyan olsun, istər 9-cu sinifdə oxuyan şagird olsun, fərq eləməz. Artıq bunu bilməlidir. 30 dərəcəli bucaq qarşısında duran katet nəyə bərabərdir? 60-da duran, 45-də duran. Bunları artıq siz bilməlisiniz. Bilmirsinizsə də hazırlıqlara qoşulun, öyrədək. 9. Əkov AB bərabər 12 olarsa A plus B cəminin ən böyük qiymətini tapın. Bəli, klassik suallardan biridir. Çox uşaq, bəlkə də hətta çox müəllim elə bilir ki, burada biz birini əkov, birini 12 götürəcəyik, birini 1. Xeyr, belə deyil. Yəni burada da düzdür 12 eləyirik, amma yekunda cəm 13 deyil, daha böyük ədəd var. Yəni hər birini 12 götürək, yekunda əkov yenə 12 olar və bunların cəmi olacaq 12 plus 12 bərabərdir 24-də. Yəni doğru cavab burada olacaq Y variantı. Hə, burada deyə bilərsiniz ki, ay müəllim, biri A-dır, biri B-dir. Olsun da sənə demir ki, burada A fərqlidir B-dən. Yəni xüsusi hal kimi qeyd eləməyib. Ona görə sən hər ikisini eyni götürə bilərsən. Ən böyüyünü bizdən soruşur. Keçək 10-cu suala. Yəni xüsusi olaraq qeyd eləmirsə, yəni artıq onu heç bir misalda eyni çıxsa belə, yəni götürün, yəni narahat olmayın. Xüsusi olaraq qeyd eləsə ki, A ilə B fərqli ədədlərdir və yaxud rəqəmlərdir. Onda sən məcburən mütləq ayrı götürməlisən. Yox, elə bir şərt yoxdursa və sənin misalında eyni çıxa bilirsə qiymətləri, yəni elə götür. Yəni doğru çıxacaq, narahat olun. 10-cu sual, deyir funksiyanın qiymətlər çoxluğunu tapın. Burada aydın məsələdir. Bu tipli sual hətta səhv etmirəmsə birinci qrupa deyəsən düşmüşdü. Tam yadımda deyil. Burada olacaq kök altında, birinci qrupu idi. X minus 10, bir də kök altında 10 çıxılsın x. Yəni burada x-a hansı qiymət veririksə verək, birində müsbət olanda birində mənfi olur. Bax, gəlin 15 verək. 15 verəndə burada müsbət olacaq, burada mənfi olacaq. Aydındır. Ona görə burada x minus 10 böyük bərabər olmalıdır 0-dan. X böyük bərabər olacaq 10. Burada da 10 çıxılsın x böyük bərabər 0-dan. Burada da x kiçik bərabər olacaq 10-dan. Biri 10 müsbət sonsuzluq, bir də 10 mənfi sonsuzluq bu tərəf. Ortada bir dənə kəsişən hansıdır? 10-un özü. Yəni həqiqətən burada yeganə 10 qiymət verəndə hər birində 0 olur. Yoxsa qalan hallarda birində mənfi, birində müsbət olur ki, kök altında da mənfi olmaz. Onda 10 qiymətini yerinə yazsaq olacaq 8 üstü y bərabər 8 üstü 10 çıxılsın 10, yəni 0 eləyir. Üstə gəlsin 9 üstü yenə 10 çıxılsın 10 0 eləyir. Kökdən 0 çıxır. Bir üstə gəlsin 6. Bu da bərabərdir. Bunlar hər biri 1 eləyir. Toplayanda olacaq 2 üstə gələ 6. Bu da bərabər eləyəcək. Neçə? 8. Yəni qiymətlər çoxlu olacaq 8. Y variantı. 11-ci sual. Tənliyin ən kiçik müsbət kökün dərəcə ilə tapın. Onda gəlin yazaq. 1 çıxılsın sinus 6x bərabər. Buradan açılış yazsaq olacaq kosinus, yaxşı yazaq da. Kosinus 2 kvadrat 2x üstə gəlsin sinus kvadrat 2x. Bunları yanaş yazdım. Bir də çıxılsın birinci ora ikincinin 2 misli. Yəni 2 cos x sinus 2x daha doğrusu. Sinus 2x kosinus 2x. Bu da bərabərdə olacaq. 1 çıxılsın sinus 6x bərabərdir. Cos kvadratı sin kvadrat. Bunlar 1 eləyir. 1 çıxılsın 2 kosinus alfa sinus alfa. Bu nəyin açılışdır? Sinus 2 alfa. İndi burada da alfanın yerinə 2x durduğu üçün olacaq 4x. Buradan hər tərəfdən birlər islah olur. Yekunda qalacaq sinus 6x çıxılsın sinus 4x bərabər 0-a. Buradan da fərqin hasilə çevirək də. Olacaq 2 vurulsun topla bölü 2-yə. Yox, birincidə çıxmasında çıx bölü 2-yə olacaq sinus x. Bir də vurulsun kosinus topla bölü 2-yə. 10x 2-də böləndə 5x.
Bu da bərabər 0-a. Hasili 0-dırsa hər birini ayrı-ayrılıqda 0-a bərabər götürərəm. Onda olacaq sinus, təbii ki, bu için bir önəmi yoxdur. Sinus x, bir dəqiqə, sinus x bərabər 0-a. Buradan x bərabər olacaq sinus 0-ı. Neçə alır? Olacaq pi k. Bir də kosinus 5x-i bərabər götürürəm 0-a. Buradan da olacaq 5x bərabərdir. Kosinus 0-ı neçə alır? 90-da da pi böl 2, bir də 270-də plus pi k-da. Hər tərəfdə 5-ə bölsək olacaq x bərabərdir. Bu 90 dərəcə idi da. 90-ı da 5-ə bölündə 18 dərəcə, üstə gəlsin pi k bölünsün 5. Yəni indi burada da k-ya biz 0 verərik. Bu 0-a gedər. Ən kiçik kökünə olar 18 dərəcə. Yəni doğru cavab burada olacaq nə? C variantı. 12-ci sual. Buranı silək. Deyir, hər poçt qutusuna ən çox bir məktub atmaqla 2 fərqli məktubu 12 poçt qutusuna neçə fərqli üsulla atmaq olar? Yəni burada yerləşdirmək olar və yaxud da atmaq olar, fərq eləməz. Bu permutasiya ilə gedəcək. Yəni permutasiya olacaq 12-dən 2-yə. Bu da bərabər də olacaq 12 faktorial bölünsün 12 çıxılsın 2. Yəni 10 faktorial. Bu da bərabərdir. Bunu necə yazarıq? Olar 10 faktorial, 12 faktorialı belə yazarıq. 10 faktorial vurulsun 11, vurulsun 12. Burada 10 faktorial gedər, 11-i də 12-yə vuranda eləyəcək 132-yə. Yəni doğru cavab burada olacaq C variantı. Keçək 13-cü suala. Buranı silək. Nə deyir 13-cü sualda? Deyir, ABCD düzbucaqlı trapesiyasında BAD 90 dərəcə, AB 6, BC 4. Şəkil burada var. Deyir, AB ətrafında fırlanmasından alınan fiqurun həcmini tapın. Təqribən belə olacaq da şəkildə. Bura fırlansa bu şəkildə kəsik burada konus alınacaq. Bura 90 dərəcədir. Bura neçə idi? 6-dır. Bura 4-dür. Sonra burada olacaq neçə? 8 verib AD-ində. Bura D, bura A yazsaq. Bura B. Burada C yazsaq. İndi deyir fırlanmasını. Burada radius R1 neçədir? R1 bərabər 4-dür. Bir də R2 bərabər 8-də. Onda mənim düsturum V bərabər necə idi? 3-də 1 pi h vurulsun R1-in kvadratı, üstə gəlsin R1 vurulsun R2 kvadratı nə idi? Bir də üstə gəlsin R2-nin kvadratı. Bu da bərabər tətbiq eləsək olacaq 3-də 1 vurulsun pi vurulsun h-ımız 6-dır. Yazıram 6. Bir də vurulsun R1-in kvadratı. R1-im 4 idi. 4-ün kvadratı eləyəcək 16. Üstə gəlsin 4 vur 8 32. Bir də üstə gəlsin 8-in kvadratı 64. Bu da bərabər neçə eləyəcək? Burada 3-dən 2 ixtisar gedir. 6 da doğrusu qalacaq 2 pi vurulsun. Cəm eləyəcək 112. Onda 2-yə vuranda olacaq 224 pi. Yəni doğru cavab burada olacaq nə? D variantı. 14-cü sual. Buranı təmizləyək. Nə deyir bizə? Deyir, funksiyon qrafikləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Burada biraz grafiki də qrup getmək olar. Fərqi yoxdur. Əslində böyükdən yekunda çıxanda mənfi də olsa biz müsbətini götürəcəyik. Və yaxud da grafiki çəkib də görmək olar. Məsələn, grafiki çəkək. Yəni yenə dediyim kimi fərqi yoxdur. X4-dən x da çıxa bilərsiniz və yaxud da x-dən x-4 çıxa da bilərsiniz. Ya müsbəti alınacaq, ya da mənfi alınsa belə onun müsbətini də götürə bilərsiniz. Burada tutaq ki, x+4 qrafiki belə keçir və y bərabər x də belə keçir. Yuxarıda olan hissə, daha doğrusu funksiya hansıdır? Y bərabər x funksiyası. Deməli, onda olacaq integral x-dan çıxacaq x+4-ü dx. Bu şəkildə hesablayacaq. Bu hissədən söhbət gedir də sahədən. İndi sərhədlər nə olacaq? Təbii ki, bunları bir-birinə bərabər götürüb köklərini tapmalıyam. Onda olacaq x+4 bərabər x götürsək, buradan olacaq x çıxarsaq olacaq x kubu çıxılsın 1 bərabər 0-a. Buradan x bərabər 0 olacaq, bir də x bərabər 1 olacaq köklər. Deməli 0-dan 1-ə hesablamalıyıq. Bu da bərabərdir. X-in integralı olacaq x kvadratı bölünsün 2-yə çıxılsın x üstünün 1 vaid artıran, bir də məxrəcə həmin ədədi yazırım. Buradan da olacaq 0-dan 1-ə. Bu da bərabər yerinə 1 yazsaq olacaq 2-də 1 çıxılsın 5-də 1. Zaten 0-da yazanda elə 0 olur hər ikisi. 2-də 1-dən də 5-də 1 çıxanda bərabər olacaq 10-da 3. 10-da 3. Bu da eləyəcək nə? 0,3. Yəni doğru cavab olacaq. Burada da A variantı 14-cü sualda.
Keçək 15-ci suala. Deyir ədədin tam hissəsini tapın. Burada diqqətli olmaq lazımdır. Bu tam hissələri çox vaxt asan kimi gəlir, amma çaşdırır. Təbii ki, müxtəsər vurma düsturlarının yaxşı işləyə bilən şagird bunu görər. Məsələn, 9 yazar 4 üstəgəl 5 şəklində. Üstəgəl 4 kök altında 5 də yazar. 2 vurulsun 2 kök altında 5 şəklində. Bu da nəyin açılışı olacaq? Təbii ki, aşağıdan yazıram. Birincinin kvadratı, birinci olaraq ikincinin 2 misli. 1 2 olsun, 1 kök altında 5 olsun. Olacaq kök altında 5 plus 2-nin kvadratının açılışı. Həqiqətən bunun kvadratı var. 2-nin kvadratı 4 var. Birinci olaraq ikincinin 2 misli var. Yəni, bunu silməyək də, qoy bu qalsın, buralar silək. Oldu nə? Kök altında 5 plus 2-nin kvadratı. Deməli, olacaq kök altında 5 plus 2-nin kvadratı. Bu da olacaq bərabərdir. Elə köklə kvadrat gedir, qalır 2 üstəgəlsin kök altında 5. Təbii ki, burada modul da çıxmalıdır, amma müsbət deyə artıq ehtiyac yoxdur. 2 üstəgəlsin kök altında 5-dən də təqribən neçə çıxır? 2 tam onda 4 olsun. 2 tam onda 2 olsun. Fərq eləməz. Təqribən qiymətdən söhbət gedir. Burada da tam hissələr 2 2. Toplayanda neçə eləyəcək? 4 tam necəsə. Yəni əsas tam hissə olacaq 4. D variantı. 16-cı sual. Deyir oturacaqları 5 və 11 olan trapesiyanın diaqonalları orta nöqtələrini birləşdirən parçanın uzunluğunu tapın. Səhv etmirəmsə bunun qaydası var idi. Çıxıb bölürdü 2-yə və yaxud da çəkək buradan. Aha, bu da belə. Yəqin ki, söhbət buradan gedir. Orta xətt deyirsə elə orta xətti seçərik də. Diaqonalların orta xətti isə yan tərəflərində orta xəttidir və oturacaqda perpendikulardır. İndi bura 5-dirsə, burada 11-dirsə, onda cəm belə eləyək də. Buradakı 3 bucaq var ha. Baxın, bu 3 bucaq. Bunun oturacağı neçədir? 5. Onda bu da həmin 3 bucağın da orta xətti olur da. Onda burada onun yarısı olacaq 2,5. Eyni ilə baxın, bax buradakı bu 3 bucaq. Daha qoy silinsin yenidən. Bax buradakı bu 3 bucağın oturacaq bu hissədirsə, yəni 11-dirsə, onda bu da həmin o 3 bucağın orta xətti olur. Yəni bura 11-dirsə, buradan bura qədər olan məsafə də olacaq neçə? 5,5. Burada oldu neçə? 2,5. Yaxşı, qiymətləri yazıram. Bura oldu 2,5. Burada oldu 5,5. Eyni ilə burada da 3 bucaq var da. Yəni burada da yenə oturacaq 5-dirsə, bu hissədə olacaq 2,5. Onda onu da qeyd eləyək. Bura 5 silim, yazmış 2,5. 5,5 bunun ümumi uzunluğudur. Onda da mən 5,5-dən çıxaram 2,5-i, yəni bu hissə qalacaq da. Qalacaq nə? Tamlar gedir, 5-dən də 2 çıxanda qalır 3. Bəli, doğru cavab oldu C. Və yaxud da asan olsun deyə birbaşa elə oturacaqların fərqini bölərsən 2-yə, yenə qalar 3. Yəni düstur şəklində olmalıdır. Çox kitabda var. Buranı silək. Sadəcə belə də yazdım ki, başa düşəsiz o hardan gəlir. 17-ci sual deyir, A və B vektorları arasındakı bucaq 60 dərəcə. Modulda A vektoru 5-dir, uzunluğu B vektoru 6-dır. Vektorların A və A plus B vektorlarının skaler hasilini tapın deyir. Deməli, düstur necədir? Yəni, olacaq 2 vektorun skaler hasili, yəni A vurulsun B, bərabər olacaq modulda A, yəni məsafələri, bir də vurulsun onlar arasındakı qalan bucaq kosinus alfa. İndi burada A-nı vursam, A plus B-yə üstü xət, bu da bərabər olacaq A vurulsun A, üstə gəlsin, A vurulsun 5 şəklində. Bu da bərabər olacaq, yekunda hesablasam. 2 dənə vektoru öz-özünə vururam. Yəni, bu vektoru eyni ilə özünə vururam. Yəni, bu üst-üstə düşür də, eyni vektorda. Onda aralarındakı bucaq, alfa bucağı nəyə bərabər olacaq? 0-a. Onda olacaq 5 vurulsun 5. Bir də kosinus 0 dərəcə. Üstə gəlsin, bir də AB hasili. AB hasili bu düsturdan yenə yazıram. Olacaq biri 5 idi, biri 6 idi. Bir də vurulsun kosinus. Bunlar arasındakı bucaqda deyir 60 dərəcə. Kosinus 60. Bu da bərabər yekunda hesablasam. Olacaq 5 vur 5, 25. Biz bilik ki, kosinus 0-da 1 alırdı. Onu da 25-ə vuranda yenə öz eləyir. Bir də üstə gəlsin 5 dəfə 6 eləyəcək 30. Vurulsun kosinus 60-da da 2-də 1. Bu da bərabər olacaq 25 plus 15. Bu da eləyir 40. Bəli, 40. Doğru cavab oldu B variantı. 18-ci sual. Buranı silək. Deyir, oturacağın tərəflər 5 və 12 olan düzbucaqlı paralelipedin diaqonal kəsiyin sahəsi 260-a bərabər olarsa, onun yan səthinin sahəsini tapın. Deməli, 18-ci sual necə olacaq? Burada düzbucaqlı paraleliped seçək. Bir dəqiqə, hazır şablon olmalıdır. Görək, tapa biləcəyikmi? Düzbucaqlı paraleliped yoxsa yoxdur? Burada.
Aha. Biraz da böyüdək. Səliqəli şəkildə. Əla. Buranı da birləşdirək. Əslində ehtiyac yoxdur, heç birləşdirmə. Deməli, bizdən nəyi soruşur? Bax, bu hissəni. Bunu ayrı rəngdə rəngləyəcəm. Aha. Bax, diagonal kəsik, bax, budur uşaqlar. Çünki diagonalı hardan keçir? Bax, bura. Diagonal kəsik olacaq bura. Bizdən buranın sahəsini soruşur da. Yaxşı, onda gəlin belə eləyək. Deyir, tərəfləri neçədə oturacağım? 5, burada 12. 5, 12 isə, düzbucaqlı paraleliped isə, paraleliped desə, oturacaq paralelogramdır. Yox, düzbucaqlı paraleliped deyirsə, oturacağı artıq düzbucaqlı olur. Bunu da yadda saxlayın. Oturacağı düzbucaqlısı, onda burada düzbucaqlı üçbucaq olur. Bunlar da nə olur? Katetlər olur. Katetlər 5, 12, onda diagonal nə olacaq? 13 olacaq. Bura 13 isə, bu h da hündürlüyü də bizə vermir. Onda olacaq h vurulsun 13 bərabərdir. Həmin bu diagonal kəsiyin sahəsi. Yəni 260-a. Buradan da h bərabər olacaq 20-yə. Yəni hündürlüyüm oldu neçə? 20 tapmış oldum. Bizdən də nəyə soruşur? Yan səthin sahəsi. S bərabər də olacaq 2 vurulsun 20 vurulsun 5. Bir də üstə gəlsin 20 vurulsun 12-yə. Bu da bərabərdir. Yəni bir bu üzü tapdıq, 2-yə vurduq, bir də yuxarıdakı üzü. Hər bir üzdən də qarşı-qarşı olduğu üçün 2 dənədir. Bunu da toplasaq neçə eləyəcək? 340 eləyir. 2-yə də vuranda 680. 640 yazım. 680 bəli var. Doğru cavab olacaq variant. Ümid edirəm harada səhvlik eləmədik. Yəni bəzən olur uşaqlar, texnik səhvlik eləyirəm. Məsələn, toplam əvəzinə çıxma yazıram və yaxud vuranda nəysə səhv eləyirəm. Texnik səhv gedir. Düzdür, sağ olsunlar, yorumlarda yazırlar. Əgər elə bir şey olanda, yəni yorumlarda yazın, qoy digər uşaqların da başı qarışmasın. Yəni onlar normal şeydir, hesablama zamanı elə səhvlər olur. 19. A parametrin deyir hansı qiymətində tənliyin həqiqi kökü var. Yaxşı, həqiqi kök olması üçün biz bilirik ki, burada kök altında ifadə böyük bərabər 0 olmalıdır. Yəni maksimum A-2 ya 0 ola bilər, ya da 0-dan böyük olmalıdır. Böyük bərabər, onda 0 götürəcəyik. Buradan da olacaq A böyük bərabər 2. Yəni 2 müsbət sonsuzluq. Buradan da nə yazaq? Nə oldu? Hansı variantda? A variantı. Hə. Görmədim bir anlıq. Yəni müsbət bir ədədə ya da 0-a bərabər olmalıdır. 20-ci sual deyir, funksiyasının təyin oblasına daxil olmayan tam ədədlərin cəmini tapın. Təyin oblasına daxil olmayan. Yəni belə deyək də, təyin oblasti x-in ala biləcəyi qiymətləri idi. Burada məxrəcdədir, həm də kök altındadır. Onda olacaq x kvadrat çıxılsın 6x plus 5. Normalda biz böyük bərabər 0 götürdük. İndi bərabər 0 götürməyəcəyik, çünki məxrəcdədir. İndi normalda nə götürük? Böyük 0 götürük. İndi burada həll eləsək köklər nə olacaq? x1 bərabər də olacaq 1, 5. Bir də x2 bərabər olacaq nəyə? 1-ə. Vuranda müsbət 5, toplayanda müsbət 6. Onda olacaq x minus 5 ya və yaxud da x minus 1, x minus 5. Böyük olmalıdır nədən? 0-dan. İndi olacaq 5, 1 ilə 5 götürəm burada. Götürək. Qiymətlər versin. 5-dən yuxarı müsbət, mənfi müsbət olacaq. İndi bizdə ödəyən hissə haradır? Bu hissədir. Amma bizə deyir ki, daxil olmasın. Onda daxil olmayan hissə kiçik 0 olacaq. Burada böyük 0-dır. Biz kiçik 0 götürəcəyik və özləri də daxil deyil. Yəni 1, 5 aralığı. 1, 5 aralığında da olacaq 2, üstə gəlsin 3. Cəmini bizdən soruşur da. Bir də üstə gəlsin 4. Bu cəmdə eləyəcək neçə? 5, 9. Bəli, varmı? Doğru cavab olacaq A variantı. Və yaxud da ən başdan uşaqlar bunu belə də götürə bilərsiniz. Deyirsiniz ki, elə ən başdan kiçik bərabər 0 götürür. O da ola bilər. Fərq eləməz. Və yaxud da ən sonda tapıb tam əks olan aralığı da götürə bilərsiniz. Artıq siz necə istəyirsinizsə elə hesablayın. Yəni burada misalların bəzən yazırlar, uşaqlar çox olur o. Yəni deyirlər ki, müəllim bunun belə də izahı var və yaxud düsturla da izahı var və yaxud da müəllim bunu belə daha tez eləyə bilərik. Bəli var. Bunlar yəni çoxdur. Sadəcə videoda mən bu növlərin belə desə həllərin hamısını qeyd eləyə bilmirəm. Elə bir dənəsini qeyd eləyirəm. Çalışıram ki, ən sadəsi başa düşüləni olsun. Digər bildiklərinizdə artıq belə desək özünüzə qarda. Onların hamısını artıq burada yaza bilmirəm. Birdən elə misal olur, ən azından 3-4 dənə həlli olur. Yəni onun bir-bir hamısını qeyd eləsəm həm siz yorularsınız, həm də vaxtımız gedir axı. Ona görə mən sadəcə olaraq birini vurğulayıram. Təbii ki, siz başqa həllini də bilirsinizsə, bu da həqiqətən əladır. 21-ci sual deyir, funksiyası üçün f'1-i törəməsini tapmalıyıq. Onda olacaq f'(x), yəni törəməsi. Elin törəməsi olacaq 1 bölünsün
2x kvadratı minus x, yəni elenin daxilindəki ifadə plus 9. Bir də mürəkkəb funksiya olduğu üçün bu içərinin törəməsi. Yəni 2x minus x plus 9-un törəməsi də nə eləyəcək? 2x-in törəməsi eləyəcək 4x, çıxılsın x-in törəməsi 1 eləyəcək, 9 sabitin də törəməsi 0 eləyəcək. Yəni buna bərabər. Buradan da yerinə 1 yazsaq, onda olacaq f'1 bərabərdir. 4 vurulsun 1, çıxılsın 1. 2 vurulsun 1, 2, çıxılsın 1, üstə gəlsin 9. Bu da neçə eləyir? Olacaq yuxarıda 3, aşağıda da eləyir 10. 10'da 3 və yaxud da 0,3. Bəli, var cavab Y variantı. Sonra keçək 22-ci suala. Buranı silək. 22 deyir ABC bərabər tərəfli üçbucağında, yəni üçbucaq deyir. Həndəsədirsə uşaqlar şəkli mütləq çəkmək lazımdır. Şöyle çəkə biləcəyik. Bu olsun bizim bərabər tərəfli üçbucağımız. Deyir daxilə çəkmiş çevrə. Daxilə də bir dənə çevrə çəkək. Çəkə biləcəyikmi? Bəli, biraz sadəcə buranı uzadaq. Bu olsun bizim düzbucaqlı üçbucağımız, bərabər tərəfli üçbucağımız çevrə daxilə çəkilmiş. Deməli ABC götürürəm. ABC. Bura bir dənə O götürək mərkəzini. OD. OD AC perpendikulyar endirək. Bu həm də radius olacaq. OD də 5'dir. Bura D yazaq. Radius 5'dir. Bizdən nəyi soruşur? AO'nu. Onda buranı da birləşdirək. AO'ya da 1x yazaq. Yaxşı, biz buranı necə taparıq? Bu bərabər tərəfli üçbucaqda. Yadıma düşdü. Bərabər tərəfli üçbucaqda böyük yer nəyə bərabərdir? 2 dənə balaca yerə bərabər. Kiçik yer yazaq. 2 kiçik yerə bərabərdir. Bu da bərabər olacaq onda nəyə? 2 vurulsun. Kiçik yerimiz neçədir? 5'dir. Onda bura 5 yazsam bərabər olacaq böyük yerdə neçəyə? 10'a. Yəni doğru cavab burada olacaq nə? C variantı. Bir də bunun düsturlarını da qeyd edeyim. Yaddan çıxanlar üçün təkrar olmuş olsun. Bilənlər üçün də lap. Olacaq A kök altında 3 bölünsün 3 idi. Bir də kiçik yerdə bərabərdir. A kök altında 3 bölünsün 6 idi. Yəni ikimisinə bərabər idi. Keçək növbəti sualımıza. Bunun sahə düsturu da var. Yəni A kvadrat kök altı 3 bölü 4. Bir də hündürlük düsturu da var. A vurulsun kök altı 3 bölü 2. Onu da şifahi şəkildə deyim. Yadda qalsın. Sonra 23-də tənliyin ən böyük mənfi kökü ilə ən böyük mənfi kökü ilə ən böyük kökünün cəmini tapın. Belə bir sizə məsləhət verim və yaxud da qayda deyim. Ümumiyyətlə loqaritm olsun, sinus olsun və yaxud da digər bir bölmələr də aid ola bilər də. Yəni kvadratı varsa, yəni orada biraz düşünmək lazımdır. Yəni daxilində yox, ümumiyyətlə özünün, sinusun özünün kvadratı və yaxud da loqaritmanın özünün kvadratı varsa, orada bir əvəzləmə var. Yəni %80-90% əvəzləmə gedəcək. İndi burada da biz nəyi əvəzləyək? Loqaritma olsun, loqaritma x-a 1 deyək, 3 əsasdan x-a 1t deyək. Onda burada olacaq t kvadratı çıxılsın. Burada x üstü 4'dür. O x üstü belə yazaq da. Loqaritma 3 əsasdan x üstü 4'dür. 2 üstü 2 kimi yazaq və 2'nin birini qarşıya çıxardaq. 2 loqaritma. Daha doğrusu buradan x kvadratı t-ni. Loqaritma 3 əsasdan x kvadrat t. Üzr istəyirəm, loqaritma 3 əsasdan x kvadratına 1t deyək. Yəni burada x-a yox, x kvadrat. Buradan da olacaq loqaritma 3 əsasdan x kvadrat. Onda olacaq nəyə? Çıxılsın 2t. Bu da bərabər 0. Buradan t-ni çıxartsa olacaq t minus 2 bərabər 0. Təbii ki, aydın da köklər biri 0 olur, bir də bərabər 2 olur. İndi hər birini ayrı-ayrılıqda buna bərabər eləyib. Onda olacaq, yazıram, loqaritma 3 əsasdan x kvadratı bərabər 0-a. Buradan olacaq x kvadratı bərabərdir. Buradan modulda da yaza bilərsiniz, fərqi yoxdur. Olacaq bərabərdir 3 üstü 0, yəni 1-ə. Buradan da x bərabərdir plus minus 1. Bir də olacaq loqaritma 3 əsasdan x kvadratı bərabərdir 2-yə. Yəni t-nin bu qiymətlərini bərabər eləyir. Buradan da olacaq x kvadrat bərabərdir 3 üstü 2, yəni 9. Buradan da kök nə çıxır? 1 plus 1 minus 3. İndi bizdən də deyir ən böyük mənfi kökü. Deməli, burada müsbət mənfi köklər. Biri müsbət 1, mənfi 1, müsbət 3, mənfi 3. Ən böyük mənfi kökü mənfi 1'dir. Bir də ən böyük kökü də müsbət 3'dür. Toplayacaq burada. Bizdən cəmi soruşur. Olacaq 3 üstə gəlsin mənfi 1. Bu da eləyəcək nə? Müsbət 2. Yəni doğru cavab burada da olacaq 2, 23-də. Keçək 24-cü suala. Buranı silək. Deyir, ABCD paralelogramda AF
Aha, bizə nisbətlər verilib. AD də 50 olarsa, fərqini tap. Deməli uşaqlar burada nə edəcəyik? AF neçə olacaq? 10K. Və bura yazıram 10K. FC də 7K. Burada yazıram 7K. Və burada baxın. Bax burada. Bax bu üç bucaqlar var ha. Çarpaz şəkildə olanlar. Bax bunlar nə olacaq? Oxşar üç bucaqlar olacaq. Niyə? Çünki burada belə desək bu bucaqla bu bucaq bərabərdir, daxili çarpazdır. Bu bucaqla bu bucaq daxili çarpazdır. Bu bucaq da qarşılıqlı bucaqdır. Hər ikisinin ortaqdır. Onda olacaq nisbətləri götürək. Burada 50 idi. Onda YC də 1x-dir. Onda yazıram x bölünsün 50. Yəni kiçik üç bucağın oturacağı bölünsün böyük üç bucağın oturacağı. Bərabər olacaq kiçik üç bucağın tərəfi FC tərəfi. Yəni 7K. Yəni bu bucaq qarşısındadır da. Bir də bu bucağın qarşısındakı 10K-ya nisbət. 10K-ya nisbət. Buradan təbii ki, K-lar ixtisar gedir. Olacaq x bərabərdir 50 vurulsun 10-da 7. Buradan 0 ixtisar gedəcək. 5 dəfə 7-dən neçə eləyəcək? 35. Deməli YC neçə oldu? Buranı silirəm. Yazıram 35. Bura 50 idi. Burada 35 isə onda B-yə də 1x yazıram. Onda olacaq nə? X plus 35 bərabər ümumi uzunluq 50-dir. Qarşı tərəflər nədir? Poliqram bir-birinə bərabər. Burada da x bərabər olacaq neçəyə? 15-ə. Deməli B-yə oldu neçə? Elə B-yə yazıram bura. B-yə oldu 15. Bizdən nəyi soruşur? YC çıxılsın B-yə. Yəni 35 çıxılsın B-yə də 15-də. Bu da bərabər neçə eləyəcək? 20. Yəni doğru cavab olacaq burada da 20. Keçək 25-ci suala. Deyir, yolun 5-də 4 hissəsini getdikdən sonra qalan yolun, gedilən yolun neçə faiz olar? Aha, yolun 5-də 4 hissəsini getdikdən sonra. Yəni belə eləyək də, tutaq ki, yol 100 metrdir. Bunun 5-də 4-ü gedilib. Yəni 80 metri gedilib. Nə qədər qalacaq? 20 metri qalacaq. İndi deyir, sonra gedilən yol, qalan yol gedilən yolun neçə faiz? Yəni 20-80 neçə faizdir? 20 bölü 80 vur 100. Sıfıra ixtisar gedir. Qalır burada nə? 4də 1. 100-ün də 4də 1-i 25% eləyir. 25%. Və yaxud da indi bunu görənlər deyə bilər ki, müəllim, məsəl üçün 80-i götürərəm 100%, 20-ni də götürərəm x%. Belə də eləyə bilərik. Məsəl üçün, yəni bu da var. Yəni yenə dediyim kimi əvvəlcədən, yəni bunların hamısını bir-bir demirəm, çünki vaxt gedir. Yəni çalışdığım qədər də geniş izah edirəm. Yəni bir dənə ola bilər uşaqlar, bunu izləyənlər bura qədər. Yəni ola bilər dəlilər ki, məsələn, vaxt uzundur, çoxdur. Yəni bəzilərdə məsəl üçün ərinir vaxt uzun olanda, amma təbii ki, burada çox şey qazanırsınız. Məsələn, digər müəllimlərə də baxa bilərsiniz. Bəzən elə sorur ki, məsələn, 25 dəqiqə, 30 dəqiqə həllini verir. Yəni elə olsa mən də eləyərəm. Yəni problem yoxdur. Amma mən burada sürətlə izah eləsəm, keçidləri birbaşa desəm, artıq sənə qaranlıq qalan hissə çox olacaq. Sən başlayasan videonu dayandırıb düşünməyə ki, bu niyə belə oldu, bu hardan çıxdı. Ona görə maksimum şəkildə mən ən incə detalına qədər sizə izah eləməyə çalışım. 26-cı sual. 60 dərəcəli ikiyüzlü bucağın daxilində götürülmüş nöqtədən üzlərinə qədər məsafələr 6 sm-dir. Həmin nöqtədən ikiyüzlü bucağın tilinə qədər məsafəni tapın. Deməli biz burada müstəvi çəkməyim, elə birbaşa düz xətt çəkəcəm. Düz xətt üzərində göstərək. Tutaq ki, 2 dənə müstəvidir, kəsikirlər və daxilində də bir nöqtə götürürəm. Müstəvilərə qədər məsafə perpendikulyardan söhbət gedir 6-dır. Deməli hər birindən eyni məsafədədir da. Və burada deyir ki 60 dərəcədirsə, bu nöqtəni mən birləşdirsəm, deməli nə olacaq? Tənbölən olacaq. Bura olacaq 30, burada olacaq 30. Çünki 60 bucağı idi tam. Yəni daxilindəki nöqtəyə mən düz xətt çəkirəmsə, həm də tənbölən olur. Yəni həm bucaq yarıya bölür. Onda burada düz bucaqlı üç bucaq yaranır. 90, 30, bura olacaq 60, burada olacaq 60. Bizə nəyi soruşur tab? Həmin nöqtədən ikiyüzlü bucağın tilinə qədər olan məsafə. Yəni söhbət bax buradan gedir. Baxın, bax buranı bizdən, hipotenuz bizdən soruşur. Burada tapmağa nə var ki? Asandır. Yəni biz bilirik ki 30 dərəcəli bucaq qarşısında katet hipotenuzun yarısıdır. Yəni burada olacaq neçə? 12. Yəni yekun cavabı mənim olacaq neçə? 12. 27-ci sual. Suallarımız azaldı. Deyir funksiyalar üçün uyğunluğu müəyyən edin. Deməli cəm belə eləyək də. Cəm belə eləyək. 1 qoyuram. Y bərabər. Sinus hansı qiymətləri alır? -1, 1 aralığında. Sinus -1, 1 aralığında alır qiymətlər. Amma üstündə cüt dərəcədən kvadratı olanda artıq 0, 1 qiymətlərini yoxlamaq. Çünki buradakı -1-i müsbət eləyir. Ən kiçik qiymət bu səfər 0, 1 olur.
Onda burada olacaq 3 vurulsun sinus 10. Yəni cüt dərəcədən olduğu üçün bir səfər 0 qoyacağam. Plus 5. Bu eləyəcək neçə? Gəlin belə yazaq. Yerinə 0 bir qiymət qoyacağım. 0 qoyanda olacaq 3 vurulsun sinus 10 üstü x plus 5 bərabər olacaq nəyə? 0 yazanda olacaq 5. 1 yazanda olacaq 1 vurulsun 3. Üstünə də 5 gəndə 8. Deməli 5-8 aralığı olacaq. 5-8 aralığı. 1'ə olacaq C variantı. Sonra keçirəm ikinciyə. Y bərabər yazıram. 3 vurulsun sinus 9 üstü x. Üstə gəl 5. Bu tək dərəcədəndir. Yenə bu səfər nə qoyacaq? -1 1 qiymətini qoyacaq. -1 qoyanda nə olacaq? Olacaq -3 5 ilə toplayanda 2 eləyəcək. Müsbət 1 qoyanda olacaq 3 5 ilə toplayanda eləyəcək yenə 8. 2 8 var. Bəli. 2 olacaq D variantı. Burada deyir ki, ən kiçik qiyməti 2-dir B variantı. Elə burada aydın görsənir də. Həm də B də aid olacaq. Sonra gəlirəm üçüncüyə. Y bərabərdir 5 tan 10 üstü x plus 3. Tangens x biz bilir ki, artan funksiyadır. Yəni biz burada artıq hər hansısa bir aralıq yaza bilmərik. Ona görə hər zaman artan olduğu üçün bunun ən böyük qiyməti yoxdur. 3-ə də olacaq A variantı. Keçirəm 28-ci suala. Buranı silirəm. 28-ci sual. Deməli deyək ki, qobuzdan hərflərindən təsadüfən qaydada 6 hərf seçilmişdir. Bu hərflərdən 4-ünün vasitəsilə Quba sözünün yazıla bilməsi hadisəsinin ehtimalını tapın. Deməli burada hər biri fərqli hərfdir da. Və buradan 6 seçilir. Yəni cəmi P ehtimal nəyə bərabər idi? Əlverişli halların sayı bölünsün mümkün halların sayına. Deməli əlverişli halların sayı. Yəni Quba sözünün yazılması. Yəni bir haldır da. Yəni başqa hərflərlə Quba yaza bilmərəm ki, hər bir hərfdən bir dənə. Quba sözünün alınması ancaq bir halda baş verir. Birinci Q gəlsin, U gəlsin, B və A gəlsin. Yəni bir hal var da Quba sözünün yazılması. Yəni orada belə desək müxtəlif sözlər yaranır. Məsələn, mənalı və ya mənasız. Orada Quba sözünün yaranması sadəcə bir dənə hal var. Bir də mümkün halların sayı. Mümkün halların sayı isə yəni 8 dənə hərf var buradan 6-sını seçirim. Kombinzon 8-dən 6 olacaq. Onda olacaq 1 bölünsün kombinzon 8-dən 6. Bu da bərabərdir. Birbaşa hesablasaq olacaq burada gedir qalır 28. Burada qalır 1. 28-də 1. Doğru cavab olur 28-də 1. 29-cu sual. Bəlkə burada Quba sözünün yəni burada bir haldır. Yəni məncə başqa bir versiyası yoxdur. 20-ci sual deyir ifadəsinin ən böyük qiymətini tapın. Yəni biz bilirik ki, ifadənin ən böyük qiyməti olması üçün yaxınlaşdıraqlar. Bu 36 böl bu ifadədir. Yəni məxrəci mən kiçik götürməliyəm də. Onda belə eləyərik. Ən kiçik götürsək olacaq x kvadratı çıxılsın. Birbaşa açılışını yazıram da. Yaxşı x minus 2-nin kvadratı plus x plus 4-ün kvadratı. Kiçik 0 götürsəm ən kiçik qiymətini tapmaq üçün də. Fərqi yoxdur və yaxud da 0-a bərabər eləyirəm. Zaten 0 götürməyəcək özünü. Buradan olacaq x kvadratı. Sürətini tapaq. Çıxılsın 4x üstə gəlsin 4 üstə gəlsin x kvadrat plus 8x plus 16 kiçik 0-dan. Buradan olacaq 2x kvadratı plus 4x plus 20 kiçik 0-dan. Hər tərəfi 2-yə bölürəm. Olacaq x kvadrat plus 2x plus 20 kiçik 0. Buradan ən böyük qiyməti deyirsə, yəni təpə nöqtəsinin koordinatını tapmalıyıq da x0. Mənfi b böl 2a düsturuydu da. Bilənlər yəqin ki xatırlayacaq. Burada olacaq mənfi 2-nin əksi mənfi 2 bölünsün a-mız da 1-dir. Yəni 2-yə, bu da eləyəcəyinə mənfi 1. Deməli, mən orada x-in yerinə nə yazmalıyam? Mənfi 1 yazmalıyım. X-in yerinə mənfi 1 yazanda nə olacaq? Olacaq mənfi 3-ün kvadratı üstə gəlsin 3-ün kvadratı. Yuxarıda da 36. Bu da bərabər eləyəcək 36 bölünsün 9 9 18. Bu da eləyəcək neçə 2. Yəni ən böyük qiyməti olacaq 2. Sonra 29 idi. Gəldik 30-a. 30-da nə deyir? İsbatdır. Deyir düzbucaqlı. Deməli deyir ki, düzbucaqlı üçbucağın xarici oblastında diametrləri bu üçbucağın tərəfləri olan yarım dairələr qurulmuşdur. Şəkildəki kimi. Deyir isbat edin ki, katetlər üzərində qurulmuş yarım dairələrin sahələri cəmi hipotenuz üzərində qurulmuş yarım dairənin sahəsinə bərabərdir. Yaxşı. Deməli gəlin ilk öncə biz belə bir işarələmə aparaq.
Yəni bura olsun A, bura olsun B, burada olsun C. Və biz orta nöqtələri, mərkəzləri götürək. Bura B-dir bu arada. Aha. Onda bizim bildiyimiz Pifagor teoremi nə idi? A kvadratı plus B kvadratı bərabərdir nəyə? C kvadratı. Yəni katetlər kvadratı cəmi bərabərdir Pythagorazın kvadratına. İndi digər tərəfdən onda buradakı dairənin radiusu nə olacaq? Ümumi uzunluq B-dirsə yarıya böləcəm. Onda olacaq R bərabər nəyə? B bölünsün 2-yə. Eynilə hipotenuzda ümumi uzunluq C-dirsə, tən ortadadırsa, onda olacaq radius R bərabərdir C bölünsün 2-yə. Burada da eynilə ümumi uzunluq A-dırsa, bir radiusum olacaq R bərabərdir A bölünsün 2-yə. İndi gətirib biz nə edəcəyik? Həmin o qiymətləri dairənin sahəsi üstündə bura yazıram. Pi R kvadratdır. Həmin R kvadratın yerinə bir səfər A bölü 2, bir səfər B bölü 2, bir səfər də C bölü 2 qiymətlərini yazacağım. Onda olacaq katetləri üzərində olan, S katet üzərində olan dairənin sahələri olacaq. Pi vurulsun R-in yerinə A bölünsün 2-nin kvadratı yazıram. Bu bərabər olacaq A kvadratı bölünsün 2-nin kvadratı 4 vurulsun pi eləyir. Sonra digər kateti yazıram. S katet bərabər olacaq. Pi vurulsun B böl bu səfər 2 yazıram. Bu olacaq B kvadratı bölünsün 4 vurulsun pi-yə. Bir də hipotenuz üzərində S hipotenuz. H yazdım. Bu da olacaq pi vurulsun C bölünsün 2-yə. Yəni radiuslar buna bərabərdir. Burada da olacaq C kvadrat bölünsün 4 vurulsun pi-yə. İndi mənə deyək ki, katetləri üzərində yarım dairələrin sahələri cəmlər. Onda mən bunları cəmləyirəm bu hissələr. Bərabər eləyirəm nəyə? Sonuncuya. Onda olacaq A kvadratı pi bölünsün 4 üstə gəlsin B kvadratı pi bölünsün 4 bərabər nə olacaq? Buradan pi böl 4-ləri mötərizə xaricdən çıxardıram. Pi böl 4-lər qalacaq nəyə? A kvadrat plus B kvadrat. Bu da bərabərdir. A kvadrat plus B kvadrat bizə nə verir daha uşaqlar? C kvadratı. Onda yazıram ki pi böl 4 vurulsun nəyə? C kvadrat. Həqiqətən sahələri, katetlər üzərində olan dairələrin sahələri cəmi bizə nəyi verdi? Pi böl 4 vurulsun C kvadratın. Bu da nəyə bərabərdir? Elə S H-a, yəni hipotenuz üzərində qurulmuş dairənin sahəsinə. Yəni biz isbat etmiş olduq. Buradan sonra belə də yaza bilərsiniz. Bərabərdir S H. Bunu da qabağına belə də yaza bilərsiniz. S katet 1 üstə gəlsin S katet 2. Katetlər cəmi bərabər oldu hipotenuz üzərindəki dairənin sahəsinə. Bu günlük bu qədər. Yenə çalışdığım qədərilə uşaqlar sizə OTK-nın olsun və yaxud digər illərə düşmüş blok sualları olsun izahını paylaşacağım. Düzdür, short şəklində daha çox paylaşıram. Çalışın izləmədə qalın. Orada da maraqlı, lazımi, ən vacib olan hissələri, hansı mövzudan, hansı test daha çox düşmə ehtimalı var, onları paylaşıram. Dəstək olub paylaşsa sevinərəm, öz fikrinizi bölüşsə sevinərəm. Sağ olun, görüşərik. İnşallah hər birinizin nəticəsi istədiyiniz kimi olar, çəkdiyiniz əziyyət qədər olar. Sağ olun, özünüzə yaxşı baxın.